Bu günlərim sizlərə elə bir video paylaşacağım ki, bu hər kəsə gərəklidir. Çünki çox suallar verirsiniz ki, Fərqana xanım, biz ev halında cadudan, tilsimdən, sihirdən, nəzərdən, gözdən necə təmizlənə bilərik? Mən heç kimin bu paylaşımı etməyibdi. Bu paylaşımı edirəm sizlər üçün. Mənim üçün maraqlı sizsiniz. Götürürsünüz evdə dəfnə yarpağını. Çünki dəfnə yarpağı hər kəsin tapacağı, hər kəsin evində olacağı bir yarpaqdır. Yəni olan bir şeydir. Yəni hər kəsdə var bundan. Götürürsünüz bunu gözəlcə qurudursunuz, tamamilə quruyur. Niyə görə tamamilə qurumağı lazımdır? Çünki onu toz halına salasınız. Bir xörək qaşığını 1 litr suya töküb buyursunuz. Amma qaynar suya tökürsünüz ki, dəmlənsin. Dəmlənərkən onun üzərinə, yəni üzərinə deyəndə qapağı açırsınız və yaxud da nədəsə dəmləyirsiniz, qapağını açırsınız və 7 Kövsər surəsi, 7 Nas surəsi, 7 Atil Batil duası mütləq etmək lazımdır və bundan öncə üzünüzə salavat gətirirsiniz, oxuyursunuz, üzünüzə salavat çəkib üfürürsünüz həmən qabın içinə, dəmlənən suyun içinə. Sonra bu gözəlcə dəmlənir. Çimdiniz, həftədə bir dəfə etmək lazımdır. Çimdiniz, qüsul aldınız, bu sudan başınızdan, sağ çiyinizdən, sol çiyinizdən töküb qüsul alırsınız. Və vannaya vedrə qoyursunuz ayağınızın altına ki, kanalizasiyaya axmasın. Həmən suyu bir ağacın dibinə tökürsünüz. Çünki niyə görə ağacın dibinə tökürsünüz? Sizin bədəninizdən olan, bədəninizdən axıb tökülən yəni negatiflər ağacın dibinə atırsınız ki, ağacın dibini torpaq təmizləyir, pak eləyir. Həftədə bir dəfə edin bunu. Yəni ev halında təmizlənir. Buyurun edin də əzizlərim. Yəni hər kəsə gözəl günlər nəsib olsun inşallah. Negatiflərinizi təmizləmək bu halda sizə çox gözəl yəni təsirlər edəcək. Bununla bağlı, yəni üzərinizdə olan negatiflərlə bağlı, əgər ev halında özünüzü təmizləyə bilmirsinizsə, mənə də müraciət edə bilərsiniz. Bioda nömrəmiz var. Buyurun müraciət eləyin. Allah sizə can sağlığı versin, uzun ömür versin. Amma çalışın ki, yaşadığınız bir vaxtda özünüzü qoruya bilərsiniz. O qorunma bir şeylərdə həmişə paylaşıram. Allah əmanət olun.